Bəli, bir dənə də təklifim var. Qəza şəraitinin yaradılması bəndi qaydalardan yığışdırılıb. Niyə? Niyə? Olsa yaxşıdır, qayıtsa yaxşıdır. Niyə? Bilirsən nə olur Ceyhun? Deməli belədir. Biri o birini sıxır, bu ondan qaçır. Qaçır gedir başqa maşına dəyir. Kameralara düşüb. Amma o qəza şəraitini yaradana cəza mexanizmi yoxdur. Əslində ümumiyyətlə istənilən qəzanın səbəbkarı bilinməlidir. Səbəbi, əsl səbəbkar o birinci hərəkət edən, birinci sıxandır. Ancaq bizim qanunlarda boşluq var o mənada ki, əvvəllər olub. Onu yığışdırıblar. Dəyməyibsə maşın, ona cəza verilmir ki, o qəza şəraitinin ona görə qəza şəraitinin yaradılması bəndə olmalıdır. Kimsə sıxırsa, az qala qəza olursa və yaxud o biri sürücü başqa sürücü ilə qəzaya düşürsə, kameralardan baxılmalı. Ya qəsdənlik olarsa? Qəsdənlik söhbəti getmir. Qəsdənlikdən də ola bilər, savadsızlıqdan da ola bilər. Fakt odur ki, sən başqasına xata yaratmısan, o adam gedib başqa maşını vurub, başqa adamı vurub. Neyniyib? Həmin birinci səbəbkar cəzalanmalıdır. Cəzalanmalıdır. Bir təklifim də budur, hələ yenə də var.